Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə bə'd. Ən birinci, Rasulullah sallallahu aleyhi və səlləmin evlənənlər üçün etdiyi duanı oxumaq istəyərdim. Barakallahu ləkuma və barakə aleykuma və cəma'a beynəkuma fi xeyr. Allah Taala bu evliliyi xeyirli və bərəkətli etsin, mübarəkdir. Valideynləri təbrik edirəm, yaxınları təbrik edirəm, dostları, qardaşları hamısını. Allah Taala qardaşımıza gözəl, saadət həyatı versin. Həm bu dünyada, həm də axirətdə. Və sonra elə bu duadan göründüyü kimi təzə evlənənlərə Rasulullah sallallahu aleyhi və səlləm bərəkət duası etdi. Yəni, bərəkətli olması üçün, onları xeyr üzərində olması üçün. Yəni, bu dua özü elə böyük bir məna kəsb edir. Və onları bərəkətli olması, xeyr üzərində olması, hər ikisinin və hər ikisinə xeyir arzulaması böyük bir nemətdir. Və indi bugün çoxsu görürsəndir ki, bərəkətdən şahid edir. Yəni, bərəkət nə mənada? Yəni, məsələn, adam var, hər şeyi var, rahatlığı yoxdur. Adam var, heç neyi yoxdur, yenə rahatlığı yoxdur. Yəni, kasıbdır və həyatında normal yaşayır. Adam var, həddindən artıq çoxdur. Yəni, axtarır xoşbəxtliyi, o rahatlığı tapa bilmir. Hətta bəzən olur, deyir ki, qazanclar, hamısı var, amma heç nə yoxdur, ortada nəsə çıxarda bilmirəm. Yəni, bərəkət mühüm rol oynuyor. Onun da səbəbləri var. Bərəkətli olması. Birinci odur ki, dediyim kimi, ailə quranda da oradan başlayır hər şey. Hətta məsələn, biri gəlir, soruşur ki, uşağı necə tərbiyə edir? Deyir, neçə yaşı var, nə vaxt anadan olur? Deyir, 7. Deyir, gecikmirsən artıq. Deyir, onu artıq, deyir, bəs nə vaxtdan başlayır? Deyir, evlənəndə, yəni ailə seçəndə. Və birinci evdə təqvanı qoruyub saxlamaq lazım. Yəni, evi təqva üzərində qurmaq lazım. Allah qorusun. Və ona görə də mən də Rasulullah sallallahu aleyhi və səlləm oxuduğu duanı oxudum və xeyir bərəkətlə, yəni xeyir bərəkətlər arzular etdim. Və təqva üzərində qurulan ev daha xeyirli olur. Və bəzən olur, düzdür, malın, mülkün də müəyyən qədər ehtiyacı var. Yəni, bu dünyada da nəsibli götürməlisən. Amma ola bilir ki, görürsən mal-mülk sahibi, bir də görürsən heç nəsiz qalır. Və heç nəsiz bir də görürsən mal-mülk sahibi olur. Yəni, bu dünya tam eyni qaydada getmir. Və heç vaxt onun üzərində də dayanmaq olmaz. Və təqva üzərində qurulan ev daha xeyirli, daha davamlı, daha bərəkətli olur. Və bəzən olur ki, görürsən, uşaqlarda bərəkəti yoxdur. Xeyir yoxdur. Var, evlad var, ev var, maşın var, amma ki, xeyir yoxdur, bəladır. Yəni, bunlar hamısı bərəkətin gelməsidir. Yəni, bərəkət deyəndə təkcə çörəkdə, qazancda, yeməkdə deyil, hər şeydə. Və məsələn, bayaq dediyim kimi, evin olması, sakitçiliyin olması, xoşbəxtliyin olması, ruzunun olması, mehribanlığın olması, s. Bunlar hamısı nədir? Bərəkətin əlamətləridir. Bu birinci. İkinci, evdə Quran oxunmalıdır. Quranla yaşamalıdır, sünnələ yaşanmalıdır. Hər bir məsələdə. Qadın, məsələn, üzərinə düşən, nəyə görə yarandığını bilməlidir və onun üzərinə düşən şeylər var, onları etməlidir. Əlbəttə ki, ən birinci Allahın haqqıdır. Və həmçinin kişi, onun üzərinə düşən şeylər var, onu bilməlidir. Ən birinci də Allahın haqqıdır. Və ondan sonra həmçinin evdə Əl-Bəqərə surəsini oxuma. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, o evdəki Əl-Bəqərə surəsi oxunmaz, yəni xarabazarlıq olarlar. Və həmçinin evdə namaz qılmaq. Bəli, hansı namazları? Sünnə namazları, nafilə namazları evdə qılmaqsan. Və bunlar sənin üçün nədir? Faydalıdır. Amma fərz namazları var ki, kişilər onları məsciddə qılmalıdır. Cəmaatla bir yerdə qılmalıdır. Və Rasulullah sallallahu aleyhi və səlləm də buyurur ki, namazlardan evi üçün sağlayır. Yəni, sünnə və nafilə namazları
evlərinizdə verin. Yəni evləri də məzarlığa, qəbristanlığa çevirmək olmaz. Bilirsiniz ki, hamamda və məzarlıqda namaz qılmaq qadağan olmaz bizə. Yəni o yerlərdə namaz qılmaq olmaz. Və həmçinin dualar var. Məsələn, evə girəndə Allahın adına Bismillah deyib girirsən. Və bu mühüm məsələlərdən birisi tərk olunmuşdur. Və girəndə içəri salam verirsən. Yəni, ev əhlindən salam verirsən. Evə girəndə salamla. Və yaxud da biri deyir, Əssalamu aleykum. Sizə salam olsun. Və rəhmətullahi və bərəkatuhu. Bərəkət sözünü demədi. Allahın sizin üzərinizdə salamı olsun. Əmin-əmanlığı olsun. Amma rəhməti də olsun, bərəkəti də olsun. Bərəkət də dediyimiz kimi hər bir şey. Sonra da bərəkət haqlar ki, evimin bərəkəti yoxdur, qazancımın bərəkəti yoxdur, övladımın bərəkəti yoxdur, filan şeyin bərəkəti yoxdur, filan şeyin bərəkəti yoxdur, bərəkəti yoxdur. Nəyə görə? Allah tərk edirsən. Və evə girəndə Bismillah deyir, salam verəndə Selamun aleykum və rəhmətullahi və bərəkatuhu. Ev əhlindən salam verirsən. Və həmçinin yemək yiyəndə bir yerdə yemək. Rasulullah sallallahu aleyhi ve sellem yanına gəldi. Biri dedi ki, ya Rasulullah, yəni yeyirik, doymuruq onda. Doyumluğumuz yoxdur. Yəni yemək var, boldur, ancaq ki doyumluq yoxdur. Dedi, ola bilsin ki, siz ayrı-ayrı yeməklər yiyirsiniz. Yəni hər kəsin ayrı-ayrı yiyir. Deyir, onda bir qabdan yiyir. Bugün görürsən ki, ailə üzvləri bir-birinin bu qabından, bir-birinin boş qabından, qaşığından istifadə eləmir. İlənir. Yəni, bunlar yaxşı şeylər deyil. Bir qabdan yemək, həm orada bərəkət var. Allah bilir. Yəni, nə deyir? Məsələn, bəzən o ki, tibb elmi deyir ki, barmaqların ucunda nə var, nələr olar, nə eləyir. Yəni, onlar, əgər Allah və Rəsulü buyurubsa, deməli, onda xeyr var. Və o bir yerdə qab yemək, bir qabdan yemək özü bərəkətdir. Və bizim keçmişimizdə bunlar olub. Və onlar ayrılıq yaradır, ayrı olmaq. Yəni, bərəkət də olmur, görəsən doymurlar. Və həmçinin yemək yiyəndə Bismillah demək. Yemək yiyəndə Bismillah demək. Məsələn, bugün görürsən, çoxlu xəstədir. Xəstədir, nəyə görə xəstədir? İbn-i Qayyim rəhmətullahi aleyhi Bismillah barədə danışır yemək yiyəndə. Onun dəhşətli şey insana faydası var. Yəni, Allahın adına müsəlman heyvan kəsəndə də, yemək də yiyəndə Bismillah deməlidir. Yəni, onda o qədər bədənə də faydalar var. Məsələn, bugün görürsən, nə qədər xəstəliklər var. Və onlardan birisi, xəstəliklərdən birisi. Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, gecə bütün yemək və içmək qablarının ağzını örtün, bağlayın. Yemək və içmək qablarının üzərini bağlayın. Çünki hər ildə bir dəfə vərəm xəstəliyi, yəni ki, keçici, yolxucu bir bəla gəlir. Yəni, ağır xəstəlik, taun xəstəliyi kimi bir xəstəlik gəlir. Sən nə bilirsən ki, görürsən, həmçə qab-qaşıq, həmçə açıqdır. Tənbəlliyidənmi, və yaxud da bilməməzlikdənmi, və yaxud da istəmirlər, ya özlərinin ağıllı sayırlar bəzi insanlar. Sonra deyir, bu xəstəlik bizə hardan gəldi? Rasulullah sallallahu aleyhi ve sellem bunu açıq-açıq deyir. Bəzən o deyir ki, yox, sən yaxın gəlmə səndən keçər. Yaxşı, bəs ona hardan keçdi, heç yox idi axı, heç kəs. Ətrafda heç kəs olmuyor, amma onda başladı deyildi. Və ona görə də, yəni o Bismillah demək, başlayanda həmçinin fayda verir. Həm yeməyinə bərəkət verir, həm özünə, bədəninə, cisminə bərəkət verir Allah s.ə.v. Və bunlardan istifadə eləmək həyatda insan üçün xeyirlidir. Və Quranda dedik ki, Peyğəmbərlər dua edirlər ki, ailələri üçün bərəkət istəyirlər, xeyr istəyirlər, övladların xeyirli olması üçün. Və Ənəs radiyallahu anh üçün Rasulullah sallallahu aleyhi ve sellem dua etdi. Allah təala ona var dövlət verdi, övladlar verdi. Və hamısının əməl edirdi bunları. Bir o qədər çox yaşadım ki, artıq insanlar arasında çıxanda utanırdı. Yəni, daha da insanlar gedir, heç kəs qalmıyor. Bu hələ yaxşıyır. Yəni, utanırdım deyir. Allah təala o qədər bərəkət verir ki, insan Allah taalaya qarşı getməməlidir. Yəni, eləməsən, budur. Xəstəlik dediyim, bərəkət dediyim, görürsünüz, yəni, yoxdur, olmur. Və haradasa axtarır, kimsə hələ axtarır, ömür gedir. Və gəlir sona çatır, tapa da bilir. Və yaxud da sona yaxın tapır, artıq keçir. Yəni, həmdən də, ona görə də, görürsünüz, hətta Rasulullah sallallahu aleyhi ve sellem təzə evlənənlərə bərəkət duası elədi.
Barakallahu lekuma. Allah hər ikisindən ikinizdə də bərəkət versin. Bərəkət, yəni iman, bərəkət, övlad, sağlamlıq, afiyət, bütün yəni xeyir işlər hamısı onun ətrafındadır. Və bərəkə aleykuma və cəməə beynəkuma fi xeyr. Və Allah sizin hər ikinizi də xeyr üzərində cəm eləsin. Yəni həmişə bir yerdə olasınız, həmişə də xeyirli olasınız. Xeyr üzərində olasınız. Ən gözəl duadır. Və ona görə yəni, insan həyat, yəni ailə qrubu başlayanda da artıq bundan başlayır. Belə başlayır, artıq onun bir növrəsini qoyanda da Quran və Sünnə üzərində yəni, bu dediklərimizin üzərində qurmaq çox məsələlər yəni, biz bəzilərini xatırlatdıq və Allah Teala'dan istəyirəm ki, Allah Teala qardaşımızın evliliyin xeyirli və bərəkətli eləsin və hər ikisini xoşbəxt eləsin, həm bu dünyada, həm axirətdə və onlara salih övladlar nəsib eləsin və onlar üçün həmişə xeyir qapıları açsın. Allah Teala onları şərdən, şeytanın şərrindən qorusun, fitnədən qorusun və Allah Teala'nın dinini yaşamaqda Allah Teala onlara yardım etsin və Allah Teala bütün xeyir qapılarını onların üzərinə açsın və bir daha təbrik edirəm, mübarəkdir qardaş, Allah xeyirli etsin. Subhanakallahumma bihamdik, nəşhədən la ilahe illa ente, nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun qardaşlar.